Ağqoyunlu dövləti. Bundan öncə Qaraqoyunlu dövləti haqqında məlumat verirdik. Baxıb görək Ağqoyunlu dövləti hansı işlər görür. Yaxşı, ilk başlayaq Oğuz türklərinin. Bilirdik ki, Qaraqoyunlu dövləti Oğuz türklərinin baharlı boyundan, Ağqoyunlu isə Oğuz türklərinin Bayandur boyundandır. Və bu Oğuz türkləri eyni zamanda erkən orta əsrlərdən başlayaraq Azərbaycanda məskunlaşdır. Yazın, bunlar təbii giriş xarakteri daşıyır. Erkən orta əsrlərdən başlayaraq Oğuz türkləri Azərbaycanın müxtəlif yerlərində, hansı yerlərində? Dərbənd, Qarabağ, Naxçıvan, Göyçə ətrafı, Alagöz dağları ətrafında əsasən məskunlaşırlar. Bu Oğuz türkləri. Amma Monqolların yürüyüşünə görə bunlar Azərbaycandan qərbə doğru gəlmişlər. Qərbə hara? Şərqi Anadolu hissəsinə. Və yaxud da deyə bilərik, Cənub-Şərqi Anadoluda məskunlaşmışlar. Yaxşı, indi görək bu Bayandurlar necə oldu ki, Ağqoyunlu tayfa ittifaqı, daha sonra feodal hakimiyyəti, daha sonra isə dövləti yaratmış oldu. Başlayaq Pəhlivan bəyə. Pəhlivan. Pəhlivan bəyə aiddir nə? 14-cü əsrdə Van gölünün qərb hissəsinin ümumiyyətlə ətrafında da deyə bilərsiniz, qərb hissəsi deyə bilərsiniz. Van gölünün ətrafında Ağqoyunlu tayfa ittifaqını yaratdı. Bir cümlə, bitdi. Pəhlivan bəylə bilməli olduğumuz əsas hadisə budur. Pəhlivandan sonra gəlir, deməli, Qarayolluq Osman bəy. Qarayolluq Osman bəy. Osman bəy deyil, Osmanlı dövləti yadınıza düşməsin. Qarayolluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyini və yaxud da deyənləri feodal hakimiyyini yaradır. Demək, tayfa ittifaqını yaradır Pəhlivan bəy, bəyliyini və yaxud feodal hakimiyyini əsasını qoydu Qarayolluq Osman bəy. Qarayolluq Osman bəy hakimiyyət dövrü çox rahat yadda qalır. Necə? Bağdat döyüşü keçmişdik Qaraqoyunlularla Teymurilər arasında. Bax, Bağdat döyüşünün həmin dövrdə hakimiyyətə mütləq ki, illəri nə iləsə əlaqələrdir. 1334-də hakimiyyətə gəlmişdir, 1434-cü illərcə hakimiyyətə getmişdir. Yaxşı, bu bir. İkincisi, öz adına pul kəsilmişdir. Üçüncüsü, deməli, Qarayolluq Osman bəyin güclənməsi Osmanlı sultanı İldırım Bəyazıtı narahat edir. Deməli, Osmanlılarla münasibəti mənfidir. Hakimiyyətdə kimdir? İldırım Bəyazıt. İldırım Bəyazıtın dostu kimdir? Qaraqoyunlular. Yəni, Qarayüsif deyirlər. Qaraqoyunlularla münasibəti mənfidir. İndi, İldırım Bəyazıtın bir nömrə düşməni kimdir? Əmir Teymur, düzdürmü? Deməli, Əmir Teymurla bu iki dövlətə qarşı yaxınlıq edir. Və Əmir Teymurla yaxınlıq eləməsi bunun üçün müsbət nəticə doğurur. Nə? 1402-ci ildə Ankara döyüşündən sonra Qarayolluq Osman bəy əraziləri genişləndirmiş olur. Əraziləri genişləndirir. Niyə? Teymurlərlə yaxınlaşdığına görədir. Yaxşı, Pəhlivan bəy neylədir? Tayfa ittifaqına əsasını qoydu 14-cü əsrdə. Qarayolluq Osman bəy yenə 14-cü əsrə düşür. 14-cü əsrdə deyə bilərik bəlliyi və yaxud da feodal hakimiyyətin əsasını qoyur, amma mərkəz Diyarbəkirdə. Və öz aldığını kəsridir. Osmanlı sultanı İldırım Bəyazıt və Qaraqoyunlularla Qarayüsiflərlə yəni əlaqə münasibətlər mənfidir. Amma Əmir Teymurla münasibətləri yaxşıdır və bunun nəticəsində Ankara döyüşündən sonra əraziləri genişləndirmişdir. Bitdi. Gəldik Uzun Həsənin dövrünə. Biz Uzun Həsənin dövrünü iki hissəyə ayıracağıq. Buraya yazıram Uzun Həsən. Yaxşı. Uzun Həsənin bir var 1453-1468. Bəylik dönəmi bir də var 68. 1468-1478. Baxın, Qarayüsifdə yəni dövlət başçısı olaraq 10 il hakimiyyətdə olub. Uzun Həsəndə dövlət başçısı olaraq 10 il hakimiyyətdə olub. 68-78. Uzun Həsəndə hakimiyyət gəlməsində 1453 Bizansın fəth olunmasının yadda saxlaya bilərsiniz. 1453-də bir çox hadisə var. 1453-cü ildə deməli Fatih II Mehmet tərəfindən Bizans dövlətinin varlığına son qoymuşdur, bu bir. İkincisi, 100 illik müharibə İngiltərə Fransa arasında bitmişdir. Üçüncüsü, Uzun Həsənin bəylik dönəminin başlamasıdır. Buraya yazıram Uzun Həsənin bəylik dönəmi, buraya yazıram dövlət başçısı. Dövlətin yəni başçısı olduğu dövr. Amma ümumiyyətlə Uzun Həsənin hakimiyyət dövrü neçənci ildir? 1453-1478. Baxın, bu Uzun Həsənin hakimiyyət dövrüdür. Bəzən uşaqlar bunu çaşır. Hakimiyyət deyəndə hökmdar başa düşür. Yəni, fərq olunur hökmdarlıqdan olsun. Fərq olaraq bir var dövləti idarəsi, bir var bəylik idarəsi. Amma hər ikisi bunun hakimiyyət dövrüdür. Bu incəliklərə fikir verin. Baxaq görək bəylik dönəmində deyil. Bəylik dönəmində Uzun Həsənin atdığı ilk addım var. İlk addım, bunu yadda saxlayın, ilk addım Trabzonla yaxınlaşmaqdır. Niyə Trabzon? Trabzon, bilirsiniz də, Qara dənizin ətrafında yerləşir, yuxarısı deyə bilər. Yəni, Qara dənizə çıxış əldə edəmək,
Qara dənizə çıxış əldə etmək, Qara dənizə bir də Avropa deyə bilərik. Avropaya çıxış üçün Trabzon uzun əsrinin əsas vasitədir. Buna görə gedir Trabzonda belə deyək, Nicat diplomatiyasından istifadə edir. Yəni onun qızını evlənir. Hə, buna görə Qara dənizə Avropaya çıxış əldə edir. Yaxşı, çox gözəl, amma bir məsələ var. Uzun Həsən narahat edən bir məsələ də onu deyəcək. Uzun Həsən burada qalsam gəlmə əsas məsələni deməlidir. 1453-cü ildə Uzun Həsən qardaşı Cahangirlə mübarizə və qalib gələrək Bərdinin başçısı oldu. Onun yanında saxlayır. Və Uzun Həsənin dövründə qərb qonşusu Osmanlı, şərq qonşusu isə Qaraqoyunlu. Demək, bunun iki dənə rəqibi var. Əsasən Osmanlılar və Qaraqoyunlulardır. İndi bunların münasibətlərini görəcəyik. Yaxşı, Trabzon məsələsini danışaq. Deməli, bilirik ki, Fatih II Mehmet Uzun Həsənlə düşmən münasibətindədir. Baxın, bu qeyd edilmi? Sanki bulanıq düşüb. Yox, əla. Hə. Uzun Həsən Fatih II Mehmetlə münasibətləri mənfidir. İkinci Mehmet neyir? İkinci Mehmet deməli 1453-cü ildə biz bilirik ki, Bizans dövlətinin varlığına son olur. Bizans dövlətinin varlığına son olandan sonra bütün ticarət yolları bunun nəzarətindədir. Və başlayır şərqdən, şərq ölkələrdən, qərb ölkələrdən gedən ölkələrdə rüsumu, yəni gömrük rüsumunu, gömrük rüsumunu qaldırıb pik həddə. Məsələn, Avropa dövlətləri buna görə gedir, böyük coğrafi keşişlərə çıxır. Uzun Həsən müharibəyə çıxır. Yəni, elədiyi iş budur. Avropa ölkələri gedir, coğrafi keşişlərə baxır, hansı ərazinin necə hikmət çıxmaq olar, Asiya ölkələrinə. Uzun Həsən deyir ki, yox, müharibəyə daha yaxşı. Əslən, müharibəni istəmir, zəifdir. Sadəcə məcbur qalır müharibəyə. Deməli, ikinci Mehmet neyir? Gömrük rüsumlarını artırır, artıq bunları ticarət edə bilirlər və bir də ümumiyyətlə Avrasiya qitəsində, Avrasiyada, yəni Avropa deyək də, Avropa qitəsində bütün ticarəti ələ keçirmək istəyir. Yəni bütün ticarətə belə deyək də hakimlik eləmək istəyir. Bu səbəblər Uzun Həsənlə bunun arasındakı münasibətləri daha da gərginləşdirir. Fatih II Mehmet bir də Xristian, Asiyada olan Xristian mülklərini məhv etmək istəyir. Çünki Bizansa son qoyulub, bir dənə qalıb Trabzon. Trabzonda tutsa bütün Xristian mülklərə son qoyulmuş olacaq. Çünki Bizansa belə deyək də yeganə ərazi Trabzon qaldı. Onu fəth etmək istəyir. Demək, nə oldu? İkinci Mehmet gömrük rüsumlarını qaldırıb, ümumiyyətlə Avropada ticarət yollarına tam nəzarəti ələ keçirmək istəyir, bir də Xristian mülklərini məhv etmək istəyir. Bu üç dənə səbəb Uzun Həsənlə ikinci Mehmeti qarşı-qarşıya gətirir. Və ikinci Mehmet Trabzon üzərində yürüş eləmək istəyir. Amma Uzun Həsən istəmiş ki, Trabzon üzərində yürüş eləsin. Niyə? Çünki Qara dənizə və Avropaya çıxışını itirəcək. Yəni dərsə başa düşün, əzbərləmək, etik şəkildə. İndi Uzun Həsənlə bir şey olan kimi diplomatik qadın olan anası Saray Xatuna göndərir Fatih II Mehmetin yanına. Saray Xatun, yəni diplomatik, ümumiyyətlə Azərbaycan tarixində diplomatik qadın kimi tarixə düşür. Demək, nə olur? İkinci Mehmetlə Saray Xatun arasında bir məsələlər müzakirə olur. Uzun Həsən Saray Xatuna iki dənə vəzifə qoyur ki, bu iki vəzifəni yəni yerinə yetirir. O vəzifələr hansılardır? Çox vaxt təsirə düşür. Birinci məsələsi odur ki, nə olacaq? Ağdonlar üzərində yürüş eləməsi. Uzun Həsən ikinci Mehmetə deyir ki, bütün üzərində yürüş eləməsi. İkinci məsələ nədir? Trabzon üzərində yürüş eləməsi. Baxın, cümlələri dolaşdıra bilər ha. Demək, birinci məsələ nədir? Uzun Həsən deyir ki, ikinci Mehmetə. Yəni, Saray Xatuna göndərir ki, ikinci Mehmetə deyir ki, Ağdonlar üzərində yürüş eləməsi. Bir də Trabzon tutmasın ki. Uzun Həsən ikinci Mehmetə deyir ki, tamam, Ağdonlar üzərində yürüş eləməyəcəm. Amma mən Trabzonu tutmalıyım. Yəni, bu iki deyişir, yəni bunu eləyirəm, bunu eləyəcəm da. Trabzonu bir şəkildə tutacam. Yaxşı, və bunlar arasında bir döyüşlər var. İndi burada bir istədiyim sizə döyüşlərin kronologiyasını yaxşı bilmək istəyir. Bu hissəli silək əlimizdən. Demək, 1461-ci ildə Qoyli-Hisar döyüşü olur. Qoyli-Hisar. Qoyli-Hisar döyüşü Osmanlılarla Ağqoyunlar arasında başlaymışdır və bu döyüşdə Ağqoyunlar qalib gəlmişdir. Osmanlılar məğlub olubdur. Çünki Osmanlılar belə deyək də o qədər əhəmiyyət vermirlər, kiçik bir dəstə göndərirlər. Ona görə Uzun Həsən həmin döyüşdə qalib gəlmiş olur. Qoyli-Hisar döyüşü. Amma 1461-ci ildə Fatih II Mehmet Trabzonu fəth edir. Trabzonu fəth edəndə Saray Xatun deyir ki, gəlin, oradan bizim gəlini almışıq və gəlinimizə çeyiz düşür, müəyyən əraziyə verməlisiniz. Fatih II Mehmet də onu da verir hətta. Daha sonra 1461-ci ildə bunlar arasında sülh imzalanır. Baxın, bu xronologiyanı qəşəng əzbərləsiniz. Birinci Qoyli-Hisar döyüşü olmuşdur, birinci döyüşlər. Daha sonra gedir II Mehmet Trabzonu fəth edir, sonra isə sülh olur. İndi sual verə bilərsiniz ki, Qoyli-Hisar döyüşündə Ağqoyunlar qalib gəldi. İstədiyini eləməlidir də, necə olur Fatih II Mehmet Trabzon tutur. Yəni, Fatih II Mehmetin dediyim kimi, kiçik bir qüvvət qoyduğuna görə məğlub olur orada. Siz əsas bu xronologiyanı Qoyli-Hisar, Trabzon axırda Ağqoyunlarla, yəni Osmanlılarla bir sülh var. Yəni, bir Məhəmmədə keçir ki, onlar arasında bir sülh imzalanır.
Yaxşı. Artıq bundan sonra Sarkislik dönəmi başlayır. Ta ki 1472-ci ilə qədər Ağqoyunlarla Osmanlı arasında bir Sarkislik dönəmidir. Daha sonra nə olur? 1467-ci ildə Muş döyüşü olur. Muş döyüşü də kimlər arasındadır? Bu səbəb Ağqoyunun bəyliyi, tək bundan bəylikdə çünki dövlət yaranmayıb. Ağqoyunlarla Qaraqoyunlar arasında olur. Bu səbəb də Qaraqoyun Cahanşah döyüşdə öldürülür. Daha sonra 1468-ci ildə Uzun Həsən gedir, oturur, belə deyək də Həsən Əli məğlubiyyətə uğradır və Təbrizi tutaraq özünü neyləyib? Sultan elan edir. Biz məsələn padşah da deyə bilərik, sultan da deyə bilərik. Eyni mənanı ifadə edir, deyəli məhdud hakimiyyətə malikdir. Deməli, bunlar hansı Uzun Həsənin bəylik dönəmində gördüyü işlərdir? 1. 1408-də Cahanşiri hakimiyyətdə qovur, öz gəlir hakimiyyətə. 2. Qərbdə qonşusu Osmanlılar da şərqdə qonşusu deyilsizcə Qaraqoyunludur. Amma əsasən ilk adım nə olur? Trabzondur. Niyə Trabzon? Çünki Qarabağ nisbə Avropaya çıxışında önəmlidir. Daha sonra burada 2-ci Mehmetdən münasibətlərini öyrəndik və hansı ki döyüş oldu? Qoylisar, Trabzon, daha sonra sülh imzalanır 61-də. 67-də Muş döyüşü olur. Muş döyüşü yazı saxlayır ki, Cahanşah üzərində qalib gəlir. 68-də isə sonuncu Qaraqoyun döyüşündə Həsən Əli taxtdan salaraq hakimiyyətə gəlir. Qoylisar döyüşü və Muş döyüşü Ağqoyunun bəyliyinə aid olan döyüşlərdir. Bu Uzun Həsənin bəylik dönəmidir. İndi keçək Uzun Həsənin hökmdar olaraq gördüyü işlərdir. Yəni baxın, sinifli kodlayacaq. Hökmdar olaraq, yəni hökmdar yerində dövlət başçıları gördüyü işlərə baxaq. Yaxşı. Dövlət başçıları neyini? Bu, Ağqoyunların istədiklərini əldə edilər. Ona görə 1472-ci ildə Uzun Həsən bəzi Avropa ölkələrinə yaxınlaşmağa başlayır. Məsəl üçün, Venesiyadır, Vatikandır, Macaristandır, Neapol, eyni zamanda Kipr, bunlara elçilər göndərir ki, Osmanlı dövlətinə qarşı çıxaq. Venesiya, Macaristan, Neapol, Kipr, Vatikan da yerinə burada yazılır Polşa. Baxın, bunlar isə diplomatik münasibətlər quruldu. Yəni, Osmanlı dövlətinə qarşı bu dövlətlər gəlib cəməsində ki, diplomatik münasibətlər var. Münasibətlər quraq. Yəni, bir dənə fərq burada Vatikanda, burada Polşada bir qeyri-adi bir fərq yoxdur. 1472-ci ildə Venesiya dövləti ilə hərbi ittifaq yaradır. Hərbi ittifaqda Venesiya Ağqoyun dövlətinə odlu silah gətirəcəkdir. Bir də mütəxəssislər göndərməlidir. Və 1472-ci ildə, fikir verin hamısı 72-ci illərdədir. 72-ci ildə, deməli, Yusif Mirzə, adlı şəxs, Qaraman bəyliyi ərazisindən yürüş edir. Bu, Ağqoyun hökmdarını, elə ki, əmr verir ki, Qaraman bəyliyi yürüş edir. Qaraman bəyliyi yürüş edir, məqsədə gəlmək istəyirlər ki, Aralıq dənizinə çıxsınlar və Venesiyanın həmin o silahları alsınlar ki, müharibəyə başlasınlar. Aralıq dənizinə gəlirlər. Baxın, orada gözləyirlər Venesiyanı. Amma nə Venesiya var, nə də ki, onun göndərdiyi odlusular və mütəxəssislər. Ağqoyun hökmdarı Uzun Həsəni təliyə salırlar əslində. Hətta gedib Venesiya, Fatih II Mehmetdən orada öz üçün əlaqə saxlayır. Görsünmür Venesiyanı. Avropa dövlətdən başqa nə gözlə bilər ki, həm II Mehmet burada oyuna gəlir, həm də Uzun Həsən. Məqsəd olur ki, iki türk şöhrəli bir-birinə gəlsin, zəhlətsin. Bunlar da oyuna gəlir. Aralıq dənizə gəlir, sahildə gözləyirlər ki, dediyim kimi, Venesiya bunları aldadır. Gedən kimdir? Yusif Mirzədir. Və 1472-ci ildə Beyşehir döyüşü başlayır. Ümumiyyətlə döyüşlər yazıram. 1472 Beyşehirdir. 73-cü il avqustun 1-də Malatya, Malatya ilə Maltaya qarşı Malatya. 1473 avqustun 11-i Otluk-Beli döyüşü olur. Bu döyüşlər Ağqoyunlu dövləti ilə Osmanlılar arasında baş vermişdir. Və sadəcə Ağqoyunlar Malatyada qalib gəlir. Beyşehir və Otluk-Belidə Ağqoyunlar məğlub olmuşdur. Malatyada necə qalib gəlir Ağqoyunlular? Malatya döyüşü yazılı saxlayıb Fərad çayının yuxarı hissəsində yerləşir və burada hərbi hilədən istifadə etmişdir. Uzun Həsən hərbi taktikadan istifadə edir, yəni hilə deyil, hərbi hilədən istifadə edərək Osmanlı dövlətini məğlubiyyətə uğratmışdır. Otluk-Beli döyüşündə də o hərbi ilə yazılı saxlayıcı Osmanlılar qalib gəlmişdir və odlu silahdan istifadə etmişlər. Ümumiyyətlə, baxın, Ağqoyunlarla Osmanlılar arasında 4 dənə döyüş öyrəndik. Qoylisar, Beyşehir, Malatya və Otluk-Beli, düzdürmü? Orada heyvan adlarına yazılı saxlaya bilərsiniz, bilməli olsa da Qoylisar, yəni qoyun kimi düşünün, bir də Malatya, mal, at, Maltəpə yox, mal, at. Bu sözlərdə qoyun, mal, at, bu sözlərdə ancaq Ağqoyunlular qalib gəlir. Otluk-Belidə o ilə başlayır, Osmanlılar qalib gəlir. Və Otluk-Belidə dediyim ki, odlu silahdan istifadə olunur, Malatyada isə hərbi hilədən istifadə olundu. Məsələn, sizə sual verirəm, Sultan Süleyman Xanımın hansı döyüşdə hərbi hilədən istifadə eləmişdir? Baxın videoya. Onu özünüz artıq yadınızda saxlayarsınız. 1472-ləri bilik. Deməli,
yadısı saxlayın ki, Ağqoyun dövləti ilk Azərbaycan dövlətidir ki, Avropa ilə əlaqə saxlayıb. 1472-ci ildə bu sözləri Venesiyanın hərbi ittifaq bağlıdır. Bu da işlərdə deyil. 1400 ümid edirəm ki, yazdım orada düşəcək. 1475-ci illərin hadisəsi baş verir. 75-ci ildə deməli Moskva knyazı bunun yanına elçi göndərib Uzun Həsənin yanına ki, gəl Qızıl Orduya qarşı birləşək. O da deyir ki, keçmiş olsun, artıq Qızıl Ordu səndən qabaq gəldi. Deməli 1475-ci ildə həm Qızıl Ordu dövləti ilə, həm də Moskva knyazlığı ilə birlikdə danışıqlar olmuşdur. Amma Qızıl Ordu dövlətindən yaxınlaşırdı. Bu 1475-dir. Belə yadınızda saxlayın, 1474-77-ci illərdə Gürcüstana yürüş etmişdir. Və Gürcüstan hökmdarı 6-cı Bağqratla sülh imzalamışlar. Sülhün şərti odur ki, Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyun ərazisinə vermişdir. Baxın, Gürcüstanla əlaqə saxlayıb, Moskva, Qızıl Ordu, daha sonra xüsusilə Venesiya vuruluyuruq, Osmanlı ilə müharibə aparmışdır. Amma Uzun Həsən Azərbaycanda 2 dənə dövlət var həmin vaxtda. Şirvanşahlardır, bir də Səfəvlərdir. Səfəvi dövləti deyil, Səfəvi hakimliyi isə daha yaxşı olar. Həm Şirvanşahlarla, həm də Səfəvlərlə münasibəti yaxşıdır. Hansı xarici dövlətlərlə müharibə aparmışdır? Hansılardan? Osmanlı ilə, bir də Teymurilərlə. Teymurilərin yanından çıxdı demək, hökmdar olaraq hökmdar taxtına əyləşdi. Hökmdar taxtına əyləşəndə 1469-cu ildə Teymuri Əbu Səidi ağır məğlubiyyət uğratmışdır. Deməli, Uzun Həsən nə edib? Şirvanşah və Səfəvlərlə dostdur, Teymurilərlə Osmanlılardan düşməndir. Qızıl Ordu ilə əlaqə saxlamışdır, Moskva knyazlığına danışıqlar etmişdir, Venesiyanın hərbi ittifaqı var və Şərqi Gürcüstanı özünə asılı vəziyyət salmışdır. Bütün bunları edən kimdir? Uzun Həsəndir. Uzun Həsən, deməli, buna deyim ki, Qara Yusifin ortaq xüsusiyyəti odur ki, Quranı türk dilinə tərcümə etdiribdir və sarayda türk dilinə önəm verir. Bu, Qara Yusifin ortaq xüsusiyyətidir. Cavanşahla ortaq xüsusiyyəti odur ki, yarım köçərilərə qarşı, hərbi əyanlara qarşı mübarizə aparıb, nizamlı ordu yaradıbdır. Deməli, Uzun Həsənin Cavanşahın ortaq xüsusiyyəti nə oldu? Nizamlı ordu yaradmaları, yarım köçərilərə qarşı çıxmaları. Qara Yusifin Uzun Həsənin ortaq xüsusiyyəti nə oldu? Yeni Azərbaycan dövlətinin yaratmaları və Quranı türk dilinə tərcümə edərək, Quranı türk dilindən geniş istifadə etmələridir. Yaxşı, bunları dedik. İndi keçirik digər hökmdarlar. İndi digər hökmdarlar artıq sayılır. Əsas Uzun Həsəni burada bilməkdir. Uzun Həsənin hissə sadə gələcək. Uzun Həsənin sonra bir hakimlik gəlir Yaqubun. Yaqubun sonuncu hərfi B. Deməli, gələcək hakimiyyəti Baysundur. Baysundur sonuncu hərfi R-dır. Deməli, gələcək Rüstəm Mirzə. Mirzənin sonuncu hərfi Əhməd. Hakimdə gələcək Əhməd. Əhməddən sonra artıq bunlar bitəcək. Yaxşı. Murad Mirzə ilə Əhməd Mirzə arasında belə deyil də, münasibətlər kəsiləcək. Bununla da Ağqoyun dövlətini bitirmiş olacaq. Sərgəlisin. Yaxşı, görək Yaqubun eynidir. Baxın videomuza. Əla. Yaxşı. Uzun Həsən. Uzun Həsənin dediyi nədir? Şirvanşahlarla münasibəti yaxşıdır, Səfəvlər. Yəni, Azərbaycan dövlətlərinin yaxşı yola gedir. Amma Osmanlı ilə Teymuriləri qəşəng yada saxlayın. Qara Yusif ilə Teymurilərlə müharibə aparıbdır. Hətta Teymurilərlə münasibətləri mənfidir. Sonra Moskvada düzdür, dostluqları seçmir, amma əlaqəsi var. Qızıl Ordunun dostluqları seçilir özünə. Bir də Venesiya ilə hərbi ittifaq yaratsa da bunu yeniyəcək, aldatmış olacaq. Və Gürcüstanın, Şərqi Gürcüstanı, 6-cı Bağqratla sülh imzalı və Şərqi Gürcüstanı işğal edib, Tiflisə daxil olmaqla. Bu Uzun Həsən. Gəldik Yaquba. Yaqub 12 il hakimlikdə olub. 1428-1490. Yaqubun dedim son cəhəri budur. Demək, hakimdə gələcək Baysundur. Baysundur 1490-da gəlib, 1492-ci ildə hakimdə gəlib. Baysundurun son cəhəri eldir. Demək, hakimdə gələcək Rüstəm Mirzə. Rüstəm Mirzə də hakimdə gəlib 1492-dən 1496-ya qədər. Mirzə əyləndir. Demək, hakimdə gələcək Əhməd adlı şəxs. Əhməd də bəzi mənlərdə deyişən 7 ay hakimdə qalmışdır. 96-97 deyə bilərsiniz. 96-97, yəni o qədər önemli deyil. Əsas 97-ci ildə hakimdə gedir. Əhməddən sonraki dövlət Murad və Əhməd Mirzə arasında 2 yerə bölünəcək. Yaxşı, baxaq Yaqubda. Yaqubun dövrünü biz durğunluq dövrü kimi qeyd edirik. Bir, durğunluq dövrüdür. Qiyamları yatırır və siyasi sabitlik yaradır. Yəni, sabitlik də ölkədə qeyri-adi bir həncəmə yoxdur. Osmanlı məsələn dövləti yoxdur onun hər dövründə. Durğunluqda və qiyamları yatırır. Bu neyir? Bu, atasına oxşar xüsusiyyət odur ki, Şirvanşahlar münasibəti yaxşıdır. Amma böyle xüsusiyyət odur ki, Səfəvlərdən yola gelir. Səfəvlərin birlikdə qüdrətlənməsinə doğru. Amma Səfəvi dövləti demirəm, amma Səfəvi hakimliyi deyirəm. Yəni, biz Ərdəbil hakimliyi deyə bilərik. Səfəvlərin münasibətləri birlikdə mənfidir. Yaxşı, Osmanlı ilə münasibəti yaxşıdır. Baxın, atasının fərqlərini deyir. Bu Səfəvlərlə dostdur, bu Səfəvlərlə düşməndir. Bu Osmanlı ilə düşməndir, bu Osmanlı ilə dostdur. Hakimiyyəti bəs kimdir? Bu zaman 2-ci Bəyazitdir.
1-ci Bəyazid Qara Yusiflə dostuydu. Fatih 2-ci Mehmet Cahanşahla dostu. 2-ci Bəyazid Yaqub bir Şah İsmaillə dost olacaq. Bunları qəşəng yadınızda saxlayın. Bəzən yerləri qarışıq verə bilərlər. Bu arada bir şey deyim. 2-ci Mehmet deməli Cahanşahı deyir, mən səni Ərəb İraqı, Əcəm İraqının sakini kimi tanıyıram. Amma Uzun Həsən hakimiyyətə gələndə Uzun Həsən Fatih 2-ci Mehmetə deyir ki, mən Azərbaycanın, Ərəb İraqının, Əcəm İraqının, Kirmanın nə bilim sahibiyəm. O ona deyir. Uzun Həsən Fatih 2-ci Mehmetə deyir, amma 2-ci Mehmet Cahanşahı deyir ki, biz səni hökmdar kimi tanıyırıq. Bir də Uzun Həsən haqqında deyim, adil hökmdar hesab olunur Uzun Həsən. Adil hökmdar. Və Uzun Həsən dövründə bayaq unutdum deyən yadıma düşdü. Deməli ərazisi Xorasandan Diyarbəkirə çatır və yaxud da Kürün cənubundan İran körfəzinə qədər olan əraziləri əhatə edibdir. Yəni Uzun Həsənin dövründə. Ümumiyyətlə də desək, Kürdən cənublaşan Azərbaycan torpaqları İran, İraq, Ermənistan, Şərqi Gürcüstan, Şərqi Anadolu. Ərazilər sizi qorxutmasın. Bu kimi əraziləri əhatə edib, qorxusuz yaddan çıxan deyil. Yaxşı. Yaqubun dövründə dedik Osmanlı ilə 2-ci Bəyazid Rus Şəmşahlarla belə, səfərlərlə belə, Rus Yaqub bu qədər. Gəldi Baysunqura. Baysunqur, Rüstəm Mirzə Əhməd. Bu üçü də Uzun Həsənin nəvələridir. Nəvələr arasında danışırıq da, indi baxaq. Baysunqur 1492-ci ildə Bərdə döyüşü olur. Kimdən kim arasında olur? Rüstəm Mirzə gedib Səfəvi Sultan Əli ilə birləşib, Səfəvlərlə birləşib, Rüstəm Mirzə Baysunqur hakimiyyətdən salırdı. Rüstəm Səfəvlərlə birləşib, yəni belə deyək də, Baysunqurla Rüstəm, üstəcə də Sultan Əli. Bunlar burada yerdədir. Sultan Əli Səfəvə hakimliyi ilə. Rüstəm isə demək Səfəvlərin dostu olur. Və Baysunquru hakimiyyətdən saldı. Baysunqura bay bəylədi. Bay. Hardan? Bərdə döyüşü, 1492-də. Gəldi Rüstəm Mirzənin dövrünə. Rüstəm Mirzə neyini? Qara Yusiflə orta xüsusiyyətidir. Çoxlu soyqal paylıqdır. Bir də Cahanşah Uzun Həsəndən fərqi odur ki, bu yarım köçərləri, yarım köçəri fiyada əlvarına yaxşı davranır. Məsələn, Uzun Həsəndən Cahanşah yarım köçərləri heç cürə belə deyək də önə çəkmirlər. Amma Rüstəm isə yarım köçərləri yaxın çəkir özünə. Yarım köçərlərlə münasibətləri yaxşıdır və soyqal paylayır. Yaxşı, Rüstəm Mirzəli də hakimiyyətdən Əhməd salacaq. Hansı döyüşdə? 1496 Naxçıvan döyüşündə. Naxçıvan döyüşü kimlər arasında olur? Rüstəmlə Əhməd arasında. Bu səfər də Rüstəmi Əhməd hakimiyyətdən salır. Heç də sadə bir şeydir. Bərdə döyüşü bu ilə başlayır. Baysunqur gedir, kim salır Rüstəm Mirzə? Rüstəmi də Naxçıvan döyüşündə 1496 Əhməd hakimiyyətdən salır. Gəldi Əhmədə. Əhməd kimdir? Gödə Əhməd deyək biz buna. Bu Uzun Həsənin nəvəsidir. Fatih 2-ci Mehmetə belə deyək, sığınan Əhməddir. Deməli, bu Əhməd neyir? Bir babası 2-ci Mehmetdir, bir babası Uzun Həsəndir, yəni əvvəl şəxsi. Ona görə dövləti Osmanlı sistemində qurmaq istəyir və islahat keçirir. İslahatına əsasən 20-dən çox vergini ləğv edib. Və bu da yarım köçərlərə qarşı mübarizə aparıbdır. Demək, yarım köçəri əyallara qarşı mübarizə aparıb 3 şəxs. Cahanşah, Uzun Həsən və Gödə Əhməd. Amma yarım köçərlər, belə deyək də, öz yaxını seçən kimdir? Rüstəm Mirzə. Bu çox soyqal paylayır. Bu da soyqalı ləğv eləməyə çalışır. Soyqal soyuqdan qalır səndə də, yada saxlayın, yəni irsən keçir. Yəni, məncə yaxşı işlər görür Gödə Əhməd. Amma yarım köçər əyanlar qiyam qaldırır. 97-ci ildə Əhmədi belə hakimiyyətə saldı. Baysunqur 92-də getdi. Rüstəm Mirzə 96-da getdi Naxçıvan döyüşü ilə. Əhməddən bir il sonra 97-də keçdi. 1500-cü il Əbhər sülhüdür. Uşaqlar, Herət sülhü qarboyunlara aiddir, Əbhər sülhü Ağboyunlara aiddir. Əbhər sülhündə əsasən Ağboyunlu dövləti 2 hissəyə parçalanır. Murad Mirzənin əlində olan ərazi, Əlbət Mirzənin əlində olan Əmoğlu var. Ərazilər. Demək, Əlbət Mirzənin əlinə keçir Qızıluzən çayının qərbi, Azərbaycan, Anadolunun şərqi. Qızıluzənin qərbi, Anadolunun şərqi, Azərbaycan. Burada da çatır İran, İraq, Kirman.